Salam dostlarım, ben Hüseyin. Bugün sizlerle birlikte KFC ve Burger King'in burgerlerini yoklayıp onların fərqlərinə baxacağız. İnsanız 1, 2, 3. İlk önce Burger King'den burgerimizi seçelim. Siparişe başlayalım. Bize aldık, indi ise gedək KFC'den sipariş edelim. KFC'den əvvəl KFC'den sipariş edelim. İndi isə KFC'den aldık ve bunların adına gəlin baxın. Menülərimiz gəldi dostlar. Burger King'den ve KFC'den en sərfəli menüləri, burger menülərini sipariş etdik. Burger King'in menüsündə bir chicken burger, kartofeli, sos ve oyuncaq var. Qiyməti isə 7 manat 50 qəpikdir. KFC'də isə belə bir burada cheeseburger var, kartofeli, sos, qiyməti isə 6 manat. Menülərimiz yer və rəngli. Onu qeyd edeyim ki, Burger King'deki menü daha olsa da Burger King'in kartoffelisi KFC'nin kartoffelisinden daha azdır. Gəlin indi burgerlərə baxalım. KFC'nin burgerinin içində 2 ədəd toyuqdur, 1 ədəd xiyardır, keçəsi xiyar, altında isə cheddar peyniri və üstündə isə soslar var. Burger King'in içində isə nuggetslər, kələm, bir də soslar var. Burger King və KFC sosları boyunu eyni boyda. İndi birinci Burger King'in burgerini yoxlayalım. Burger King'in burgeri dadlıdır, belə qəşəng dad gəlir. Mən ona görə 10 üzərindən buna 8 verərəm. 8'lidir, həm də dadlıdır. İndi isə gəlin KFC burgerini yoxlayalım. KFC'nin de burgeri hoşuma geldi. Mən də buna 10 üzərindən 8 verərəm. Bunların arasındaki fərqlər KFC burgerində içindeki az şey olmalıdır. KFC burgerini daha xırçılıdır ama çörəyi çox da biraz bərkdir ve içindeki malzemeler azdır. Burger King'in burgerinin içindekilər malzemeler daha çoxdur. Həm də çörəyi daha yumuşaqdır. Məncə ona görə Burger King'in şeyi daha dadlıdır. KFC çok sərfələsi de ama Burger King'in tadı daha dadlıdır. Bu tarz videoların gelmesini isterseniz like atıp abone olmayı ve